çağırdığınız insanın həyatını dəyişə bilərsiniz. Nədən bu şansı verməyəsiniz insana? Niyə? Niyə? Sizin səyahətlər eləməyə marağınız yoxdur, amma o xoşlayar xarici səyahəti. Şirkət hesabına gedəcək, gələcək. Məsələn, siz işləyirsiniz, rəsmi işdəsiz, siz təqaüd alasınız, amma o insan bəlkə heç harda işləmir, amma buru ilə sahibkar olanda təqaüdə çıxa biləcək. Bəlkə insanlar var ki, əzizim, maddi durumu yaxşıdır, ha. Əri qəşəng qazanır, bunu qəşəng saxlayır, amma xanımın özünün bir işi yoxdur. Xanımın özünün bir işi yoxdur və xanımın ətrafında, necə deyim, ətrafındakılar buna deyir, gün üçün deyirlər ki, bəxti gətirib də gəldi, tutaq qardaşımızın qazandığını yeyir. Xanım üçün, yəni oxumayıb da bir peşiyə gedə bilməz. Amma o xanım özünə məhsullar alaraq, biznes qura bilər, işi təşkil edə bilər, bir biznes woman ola bilər və ömür boyu sizə duaçı olar. Siz pis şey təklif eləmirsiniz ki, insanları. Bir, təklif eləyirsiniz, istəyər özü üçün ucuz almaqla kifayətlənər. 2, istəyirsiniz, hətta satış da eləyə bilər, ətrafındakı qohumlarla toplayar, pul qazanar. 3, istəyər yüksək gəliri. Amma mən yuxarıdan aşağıya xoşlayıram deyəsiniz. Birinci yüksək gəliri deyin. Söhbətləşin, insanla söhbətləşin. Deyin ki, mən tanış oldum, bildim ki, sən demə, həmişə gördüyümüz Oriflame təkcə satmaqdan ibarət deyil.